Salam değerli izleyicilerimiz, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. 1 iyul 2025-ci il. Bu günləri Bərdər rayonu Həsənqaya kəndində belə 30 baş boğaz düyələrimiz çıxdı satışa. 4 ayından 8, nə bilim, eləsi var ki, elə vota doğanlar var. Deməli, dəyərli izləyicilərimiz, hal-hazırda heyvanlarımız hamısı gördüyünüz kimi cavan birinci qarın düyələrdir. Gəlin, həkimlə gətirin, qardaş, yoxlatdırın. Qiymətləri də ki, cibinizə uyğun. Hamısı simental. Gördüyünüz kimi. Düyələrdir birinci qarına, ilkinə. Buyurub baxa biraz. İndi o doğanları da var, onları da çəkəcəyik. Bir də yəni vota olan boğazları da çəkəcəyik. Qiymətlərimiz qardaş 4300 manatdan deyilir. İndi balalar var ki, onların qiyməti üzrə ayrılır. Əlaqə nömrəsini qoyacağıq orada. Birbaşa ağsaqqalın özü ilə danışırsınız, qardaş. Öz qapısındadır, 30 başdır, öz üçün almışmış. Bu günləri pula ehtiyacı olduğu üçün satır. Çünki qoyun heyvanı ilə mal heyvanı tutmur. Birini saxlamalısan, ya qoyunu, ya malı. Onun üçün də qardaş məcburdur ki, ücə bunları sata. Öz üçün almışmış, yenə deyirəm, öz həyətinin, öz qapısının heyvanıdır. Hamısı da ki, heyvanlar muncuq kimidir. Belə ürəyiniz istəyən, yəni bu alverçi zad deyil. Deyəm ki, alverçidir. Bu günləri məsəl üçün alıb satandır. Yəni ilk qardaş öz qapısının heyvanıdır. Hamısı bax, indi o balaları da çəkəcəyik, ağır boğazları da çəkəcəyik, baxasınız. Heyvanlar hamısı ilk birinci qarına düyələrdir. Ən balacası 4 aylıq. Yəni gətirin 4, 5, 6, 7, 8 aylıq boğaz heyvanlar. Gördüyünüz kimi. Birbaşa danışırsınız, simentaldır hamısı.